İmamət və Quranın təhrifi. Bura qədər təqdim etdiklərimizdə yəqin ki, bir məsələ aydın olur. Quranda imamət inancı ilə bağlı açıq-aşkar, qəti bir dəlil yoxdur. Qarşıya qoyulan dəlillər isə ən yaxşı halda böyük alim Şeyxud Taifə Ət-Tusinin özünün də vəsf etdiyi kimi sanki bir tapmaca şəklində gizlənmiş mənanı üzə çıxarmaq cəhdindən ibarətdir. Ona görə də təbii olaraq Şiəliyin ilk dövrlərindən etibarən bununla bağlı bir narahatlıq, bir rahatsızlıq olub və ciddi suallar yaranıb. Əlbəttə ki, bu cür fundamental suallar qarşısında səssiz qalmaq Sirəvi şiələrin öz inanclarında dərin bir şübhəyə düşmələrinə səbəb olacaqdı. Beləliklə də bu suallara cavab olaraq Quranla bağlı tamamilə yeni bir təsəvvür formalaşmağa başladı. Bu təsəvvür tədricən yeni bir libasa büründü və şiə kitablarında rəvayətlər olaraq ortaya çıxdı. Bu yeni nəzəriyyəyə görə Quranda imamət inancının olmamasının əsl səbəbi Quranın özünün təhrif edilmiş olması idi. Bu fikrin nə qədər erkən bir zamanda ortaya çıxdığını biz elə şiə rəvayətlərinin özündə müşahidə edirik. Məsələn, böyük alim Əl-Qaddi Əbdülcəbbar Rafizilərin ən erkən ravilərindən olan Hişəm bin Əl-Həkəm haqqında danışarkən deyir: O, Qurana gəlavələr edildiyini və orada naqisliklər olduğunu deyərək insanları Qurana qarşı şəkkə salırdı. Üstəlik, şiələr bu barədə ayrıca kitablar da ortaya qoyublar. Bunların içində bizim zamanımıza qədər gəlib çatmış ən qədim kitab 10-cu və 11-ci imamın əshabından sayılan Əhməd bin Muhammed Əs-Səyyərinin Əl-Qiraət kitabıdır. Və təsadüfi deyil ki, Mirzə Hüseyn Ən-Nuri öz zamanında Quranın təhrif edildiyini isbat etmək üçün yazdığı məşhur Fəslül Xitab kitabında məhz Əs-Səyyərinin bu kitabına çox yoğun bir şəkildə əsaslanıb. Bu inkar olunmaz bir faktdır. Şiə məzhəbində Quranın təhrifinə inanmış alimlər və ciddi bir kütlə hər zaman olub. Gəlin, bu inancı ən açıq şəkildə ifadə edən böyük alim Əl-Feyd Əl-Kəşəniyə qulaq asaq. O yazır: Əhl-i Beyt yolu ilə gəlmiş xəbərlərdən və digər rəvayətlərdən ortaya çıxan yekun məna budur ki, əlimizdən altında olan Quran Mühəmmədən nazil olduğu kimi tam versiya deyil. Orada elə şey var ki, Allahın endirdiyinə müxalifdir. Elə şey var ki, dəyişdirilib, təhrif edilib. Oradan çox şey çıxarılıb. Misal üçün, çox yerdə Əlinin adı düşürülüb. Həmçinin Allah və rəlçisinin razı olmadığı bir şəkildə tərtib olunub. Bu inanc və xüsusilə şiə məzhəbinin əxbəri qolunda çox yayğın olub və şiələrin, Siravi şiələrin beynində yaranan suallara cavab olaraq formalaşmış rəvayətlərə əsaslanır. Bu rəvayətlərlə qısa da olsa tanış olmaqda böyük fayda var. Çünki görəcəyimiz kimi bu rəvayətlərdə Quranın ayələri birbaşa imamət inancına uyğun şəkildə təhrif olunur. Sanki səhabələrin ayələrə daxil etdikləri əyriliklər bu rəvayətlərdə düzəldilir. Gəlin bu düzəldilmiş ayələrə bir neçə misal çəkək. Bu rəvayətlərin birində Bureydə bin Muaviyyə deyir ki, İmam Əbu Cəfər ayəni belə oxudu: Allaha itaət edin, Rəsula itaət edin və sizdən olan əmr sahiblərinə itaət edin. Əgər bir işdə ixtilafa düşsəniz, onu Allaha, Rəsula və sizdən olan əmr sahiblərinə qaytarın. Sonra da imam güya buyurdu: Ayə bu şəkildə nazil olub. Axı necə ola bilər ki, Allah onlara itayəti əmr etsin, sonra da onlarla münaqişəyə icazə versin? Görürsünüzmü məntiqi? Güya bugünkü Quranda bir problem var. Çünki ixtilaf halında yalnız Allaha və Rəsula qayıtmaq əmr olunur. Bu rəvayət bu problemi həll etmək üçün çarəni ayənin özünün təhrif olunduğunu iddia etməkdə tapır. Halbuki bu hədisi şərh edən şiə alimi Əl-Məzəndərani özü belə etiraf etməli olur ki, zahiri olan budur ki, bu ayə İsrail oğullarının məzəmməti üçün nazil olub. Yəni mövzunun imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur. Bir başqa misal, Əbu Bəsir deyir ki, İmam Cəfər Əs-Sadiq Əhzab surəsindəki bir ayəni belə oxudu: Kim Allaha və onun elçisinə Əlinin vilayətində və ondan sonraki imamların vilayətində itayət etsə, böyük bir uğur qazanar. Sonra da əlavə edir: Bu cür nazil olub. Elə bu cür, bəs indi bizim oxuduğumuz nədir? Yenə də hədisi şərh edən Əl-Məzəndərani çarəsizliklə təsdiq edir ki, rəvayətin zahiri budur ki, ayə ləfz olaraq bu cür nazil olmuşdu və təhrif əlləri onu dəyişdirib.
Bu ağla sığmazdı. Yenə Əl-Kuleyni rəvayət edir ki, bir nəfər imamın yanında ayəni oxuyur. Allah, onun elçisi və möminlər əməllərinizi görəcəklər. İmam dərhal düzəliş edir. Bu şəkildə deyil, ayə belədir. Allah, onun elçisi və məmunlar əməllərinizi görəcəklər. O məmunlar bizik. Yəni, möminlər sözü çox ümumi səslənir, gəlin onu da dəyişdirib sırf imamlara aid edək. Problem həll olun. Və bu iddiaların ardı arası kəsilmir. Yenə Əl-Kuleyni rəvayət edir ki, güya İmam Əl-Baqir deyib, Cibril bu ayəni Muhammedə bu şəkildə nazil edib. Allahın Əli haqqında nazil etdiyinə həsəddən inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pistir. Növbəti rəvayət isə daha da heyrətamizdir. Cibril bu ayəni bu şəkildə nazil etmişdi. Əgər qulumuza Əli haqqında nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin. Hətta Adəm Peyğəmbərin hekayəsi də dəyişdirilir. Taha surəsindəki ayəni biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq, lakin o unutdu, tamamilə başqa cür oxuyurlar. Güya İmam Cəfər deyib ki, əhd bu şəkildə idi. Biz bundan əvvəl Adəmə, Muhammed, Əli, Fatimə, Həsən, Hüseyin və onların zürriyyətindən olan imamlar haqqındakı kəlimələrdə əhd almışdıq, lakin unutdu. Və sonra da israrla əlavə edir, Allaha and olsun ki, bu ayə Muhammedə bu şəkildə nazil olmuşdu. Quran ayələrinin ortasına Əli haqqında sözünü soxuşduraraq, Cibrilin güya ayəni bu şəkildə nazil etdiyini iddia edən rəvayətlərin misalları bizim burada təqdim etdiklərimizdən qat-qat çoxdur. İş bununla da bitmir. Onlar təkcə öz leyhlərinə olan ayələri əlavə etmirlər. Həm də imamətə uyğun gəlməyən, hətta onun əleyhinə olan ayələri də təhrif edirlər. Məsələn, Əbu Bəsir rəvayət edir ki, imamın yanında Quran oxuyarkən, möminlərin duası olan, bizi müttəqilərə imam et ayəsini oxuyur. İmam dərhal etiraz edir, Rəbbindən çox ağır bir şey istədin. Ayə əslində belədir. Bizim üçün müttəqilərdən bir imam ver. Yəni, sıradan bir mömin necə cürət edib Allahdan imam olmaq istəyə bilər? Bu məqam ancaq bizə aiddir. Hətta səhabələri və ümumilikdə ümməti tərifləyən ayələr belə bu tərifdən öz nəsibini alıb. Bir nəfər imamın yanında siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz ayəsini oxuyanda, imam qəzəblə soruşur, möminlərin əmirini, Həsəni, Hüseyni öldürənlərmi ən xeyirli ümmətdir? Sonra da düzgün versiyanı açıqlayır, ayə bu şəkildə nazil olub, siz insanlar üçün çıxarılmış ən xeyirli imamlarsınız. Görürsünüz, bir hərf dəyişikliyi ilə bütün ümmətin fəziləti silinir və yalnız imamlara aid edilir. Başlamadan əvvəl deyim ki, Şiəlik öz tarixində elə bir mərhələdən keçib ki, orada hakim olan təsəvvür sıradan insanların arasında dövr edən şifahi nəqillərə əsaslanırdı. Bu şifahi hekayələr isə tamamilə xəyal məhsulu olan nağıllardan zəngin idi. Əməvilərin və Əbbasilərin Əhl-i-Beyt qarşısında etdikləri zülümlər də bu insanların köksündəki nifrət əlovunu daha da şiddətləndirir və onların fantaziyalarının sərhədlərini genişləndirirdi. Bunun ən acı nəticələrindən biri olaraq Quran haqqında uydurulmuş şifahi bir tarix ortaya çıxdı. Və zamanla bu şifahi tarix Şiə alimləri tərəfindən demək olar ki, heç bir tənqidə məruz qalmadan kitablara daxil oldu. Bunun ən bariz, ən dramatik misalını Ət-Tabrasi özün Əl-İhticac kitabında hekayət edir. Güya Peyğəmbər vəfat edib də Əli Quranı bir yerə cəm edib sahabələrə təqdim edir. Əbu Bəkir onu açanda birinci səhifədə sahabələrin rüsvaçılıqlarını görür, Ömər dərhal yerindən sıçrayıb deyir, ey Əli, götür bunu, bizim ona ehtiyacımız yoxdur. Sonra da Zeyd ibn Sabiti çağırıb deyirlər, biz elə bir Quran tərtib edək ki, onun içindən mühacir və ənsarın biabırçı işlərini çıxaraq. Və şiyələrin əxbəri qolunun ən böyük təmsilçiləri bu cür əfsanələrə sözün həqiqi mənasında inanıblar. Məhz buna görə də böyük şiə alimləri özləri etiraf etməli olublar.
Yusuf Əl-Bərhani deyir ki, Əl-Quleyninin Əl-Kafi kitabında Quranın təhrifinə dair çoxlu rəvayətlər nəql etməsi və onlara etiraz etməməsi onun bu inancda olduğunu göstərir. Əl-Kəşşani də eyni şey deyir. Onun ustadı Əli bin İbrahim Əl-Qummi də bu inanca sahib idi. Hətta bu məsələdə aşırıya gedirdi. Beləliklə, bütün bu rəvayətlərdən də açıq-aşkar göründüyü kimi, Quranın təhrif edildiyi kimi dəhşətli bir etiqadın əmələ gəlməsinin əsas səbəbi imamət etiqadı ilə əlimizdəki Quran arasındakı o dərin uyğunsuzluq olub. Adil araşdırıcı üçün heç bir şübhə yoxdur ki, onları bu iddiaya sövq edən əsas amil Quranda imaməti dair açıq bir dəlil tapa bilməmələri idi. Və bu boşluğu doldurmaq üçün onlar Quranın özünü də dəyişməkdən belə çəkinmədilər. Və bu iddiaların ardı arası kəsilmir. Yenə Əl-Kuleyni rəvayət edir ki, güya İmam Əl-Baqir deyib, Cibril bu ayəni Muhammedə bu şəkildə nazil edib. Allahım, Əli haqqında nazil etdiyini həsəddən inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir. Növbəti rəvayət isə daha da heyrətanızdır. Cibril bu ayəni bu şəkildə nazil etmişdi. Əgər qulumuza Əli haqqında nazil etdiyimlə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin. Hətta Adəm Peyğəmbərin hekayəsi də dəyişdirilir. Taha surəsindəki ayəni biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq, lakin o unutdu, tamamilə başqa cür oxuyurlar. Güya İmam Cəfər deyib ki, əhd bu şəkildə idi. Biz bundan əvvəl Adəmə, Muhammed, Əli, Fatimə, Həsən, Hüseyin və onların zürriyyətindən olan imamlar haqqındakı kəlmələrdə əhd almışdıq, lakin unutdu. Və sonra da israrla əlavə edir. Allaha and olsun ki, bu ayə Muhammedə bu şəkildə nazil olmuşdu. Quran ayələrinin ortasına Əli haqqında sözünü soxuşduraraq, Cibrilin güya ayəni bu şəkildə nazil etdiyini iddia edən rəvayətlərin misalları bizim burada təqdim etdiklərimizdən qat-qat çoxdur. İş bununla da bitmir. Onlar təkcə öz lehlərinə olan ayələri əlavə etmirlər, həm də imamətə uyğun gəlməyən, hətta onun əleyhinə olan ayələri də təhrif edirlər. Məsələn, Abu Buseyr rəvayət edir ki, imamın yanında Quran oxuyarkən, möminlərin duası olan bizi müttəqilərə imam et ayəsini oxuyur. İmam dərhal etiraz edir. Rəbbindən çox ağır bir şey istədin. Ayə əslində belədir. Bizim üçün müttəqilərdən bir imam ver. Yəni, sıradan bir mömin necə cürət edib Allahdan imam olmaq istəyə bilər? Bu məqam ancaq bizə aiddir. Hətta səhabələri və ümumlikdə ümməti tərifləyən ayələr belə bu təhrifdən öz nəsibini alıb. Bir nəfər imamın yanında siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz ayəsini oxuyanda imam qəzəblə soruşur. Möminlərin əmirini, Həsəni və Hüseyni öldürənlərmi ən xeyirli ümmətdir? Sonra da düzgün versiyanı açıqlayır. Ayə bu şəkildə nazil olub. Siz insanlar üçün çıxarılmış ən xeyirli imamlarsınız. Görürsünüz, bir hərf dəyişikliyi ilə bütün ümmətin fəziləti silinir və yalnız imamlara aid edilir. Anlamaq lazımdır ki, şiəlik öz tarixində elə bir mərhələdən keçib ki, orada hakim olan təsəvvür sıradan insanların arasında dövr elən şifahi nəqillərə əsaslanırdı. Bu şifahi hekayələr isə tamamilə xəyal məhsulu olan nağıllarla zəngin idi. Əməvilərin və Əbbasilərin Əhl-i Beytə qarşı etdiyi zülümlər də bu insanların köksündəki nifrət alovunu daha da şiddətləndirir və onların fantaziyalarının sərhədlərini genişləndirirdi. Bunun ən acı nəticəsi olaraq Quran haqqında uydurulmuş şifahi bir tarix ortaya çıxdı. Və zamanla bu şifahi tarix şiə alimləri tərəfindən demək olar ki, heç bir tənqidə məruz qalmadan kitablara daxil edildi. Bunun ən bariz, ən dramatik misalını Ət-Tabrasi öz Əl-İhticac kitabında hekayət edir. Güya Peyğəmbər vəfat etdikdə, Əli Quranı bir yerə camlayıb səhabələrə təqdim edir. Əbu Bəkir onu açanda ilk səhifədə səhabələrin rüsvayçılıqlarını görür. Ömər dərhal yerindən sıçrayıb deyir, ey Əli, götür bunu, bizim ona ehtiyacımız yoxdur. Sonra da Zeyd ibn Sabiti çağırıb deyirlər, biz elə bir Quran tərtib edək ki, onun içindən mühacir və ənsarın biabırçı işlərini çıxaraq.
və şiyələrin əxbari qolunun ən böyük təmsilciləri bu cür əfsanələrə sözün həqiqi mənasında inanıblar. Bəs buna görə də böyük şiə alimləri özləri etiraf etməli olublar. Yusuf Əl-Bəhrani deyir ki, Əl-Kuleyninin Əl-Kafi kitabında Quranın təhrif edilməsinə dair çoxlu rəvayətlər nəql etməsi və onlara etiraz etməməsi onun bu inancda olduğunu göstərir. Əl-Kəşani də bu eyni şeyi deyir. Deyir ki, onun üstazı Əli ibn İbrahim Əl-Qummi də bu inanca sahib idi. Hətta bu məsələdə aşırıya gedirdi. Beləliklə, bütün bu rəvayətlərdən də açıq-aydın göründüyü kimi, Quranın təhrif edildiyi kimi dəhşətli bir etiqadın əmələ gəlməsinin əsas səbəbi imamət etiqadı ilə əlimizdəki Quran arasındakı o dərin uyğunsuzluq olub. Adil araşdırıcı üçün heç bir şübhə yoxdur ki, onlara bu iddiaya sövq edən əsas amil Quranda imamətə dair açıq bir dəlil tapa bilməmələri idi. Və bu boşluğu doldurmaq üçün də onlar Quranın özünü dəyişdirməkdən də çəkinmədilər.